Peyğəmbərimizin belə bir hədisi var. O qədər oruç tutanlar var ki, onların orucu sadəcə ac qalmaqdan ibarətdir. O qədər ki, qiyam üzərində dayanıb, yəni ayaq üstə dayanıb, namaz qılanlar var ki, onların namazı sadəcə əyilib qalxmaqdan ibarətdir. Və sizin də dediyiniz kimi, əslində ibadət bir təcrübədir. İnsan onu öz həyatında yaşamalıdır və hiss eləməlidir. İbadətlərin, xüsusilə namaz və orucun əsas hədəfi insanı günah əməllərdən çəkindirməkdir. Orucu təkcə pəhriz olaraq görmək deyil, hər şeydən əvvəl Allahın əmri olduğu üçün, yəni Allahın razılığı qazanmaq niyyəti ilə həyata keçirmək lazımdır bu ibadət. O hədlər ki qoyulub, gözünü, qulağını, dilini günah işlərdən, pis sözlərdən qorumaq lazımdır. Bir növ nəfsi tərbiyə. Yəni insan bütün bunlardan uzaqlaşmaqla bir növ Allaha yaxınlaşmış olur.